Ümumiyyətlə torpaqsız əkin deyildi. O deməkdir ki, sıfır ortamda bitki tam olaraq ehtiyacı olanlar, yəni ehtiyacları nədirsə, ondan təchiz olması prosesidir. Torpaqsız əkin bu deməkdir. Yəni bitkinin əkildiyi ortamda heç nə yoxdur və bitkinin bütün istəkləri riyazi olaraq hesablanıb, tam dəqiq olaraq təmin edilir. Yəni bu şəkildə yola çıxırsansa, fərqi yoxdur. Torpaqsız əkindir, bağdır, bağçadır, taxıldır, kartoşkadır, fərqi eləmir. Yola çıxırsansa, bu xəttlə yola çıxırsansa, bitkilərin ehtiyacını da anlamaq asandır və eyni zamanda optimal təminatda yaratmaq üçün ən doğru yoldur. Təbii ki, düşünəcəksiniz, torpaq ortamında optimalı təmin etmək mümkün deyil. Çünki torpağın tərkibində istənməyən tərkiblərin olması bizi optimaldan istər-istəməz uzaqlaşdırır və s. və ilə. Məsələn, deyək ki, natriumun çox olması və yaxud da kalsiumun çox olması və yaxud azotun, fosforun, dəmirin, hər hansı bir elementin bitkinin ehtiyacından çox olması bizi optimaldan uzaqlaşdıracaq. Amma ən azından bitkinin ehtiyacını bilirsən. Bitkinin ehtiyacı mövzusu sənin üçün ən öndə olan bir mövzu olmalıdır. Bitkinin ehtiyacları bəllidirsə, təbii ki, o da hər kəsə bəlli deyil. Agronomik riyazi hesablamaları anlayan mütəxəssislərə aydındır. Bir kvadrat, yəni sözüm nədir? Bunları bilən adam o torpaqda olan istənməyən miqdarların aradan qaldırılması üçün planları da düzgün quracaq. Nəysə, bunu qoyaq bir kənara. Yəni, 1 kvadrat metr fotosintez səthində 1 saatda istehsal olunan şəkərdən tutmuş, transpirasiya olunan suya qədər hər şeyi hesablana bilən bir düsturlardan keçir və 1 kvadrat metr fotosintez səthindən istehsal olunan şəkər hesablana bilirsə, eyni zamanda məhsuldarlıq da hesablana bilir. Məhsuldarlıq da bəlli olur. Misal üçün, deyək ki, gilas yetişdirə bilirik. Deyək ki, gilas yetişdirmişik, gilas bağından söhbət gedir. Təxminən 15% tərkibində şəkər olan bir meyvədən söhbət gedir. Yəni, qalanı sudur. Bu bitkinin, əgər həmin bitkinin 1 kiloqram şəkər istehsal edəcəyi hesablandısa, yəni bu o deməkdir ki, həmin ağac 6,5 kiloqram gilas verə bilər. Yəni 2 kiloqram əgər şəkər istehsalı nəzərdə hesablanıbsa, belədir, 13 kiloqram bu ağac gilas verməyə imkanı var. 3 kiloqram şəkərdirsə, o deməkdir ki, məsələn 20 kiloqram gilas istehsal edib. Daha özümüzü öldürsək də, neynəsək də fərqi yoxdur. Yəni bu rəqəmi dəyişdirmək qeyri-mümkündür. Hər şey optimal olarsa və 100% qaydasında gedərsək, maksimum məhsuldarlıq, yəni maksimum məhsuldarlıq, bu riyazi məhsuldarlıqdan söhbət edir, əldə etmək mümkündür. Hər şey deyəndə, yəni iqlim şərtləri də hər şeyə daxildir, tək agronomi bacarıqları deyil. Bütün bu danışıqlarımız və yaxud da dünyanın bütün elmi fəaliyyətləri bundan ötürüdür ki, maksimum məhsul əldə etmək, yəni etmək üçün belə deyək, bitkinin ehtiyacları tam anlaşılsın və tam ödənilə bilsin. Məhsulun fotosintez, yəni məhsulu istehsal edən o bitkinin fotosintez səthidir. Yəni nə qədər yanlış qidalanma təşkil edilsə də ağaca, fotosintez səthinin varlığı yetərlidir ki, ağac bir şəkildə məhsul versin. Ona görə də kimsə yanlış gübrələsə də bağda mühüm miqdarı məhsul olacaq. Yəni kimsə doğru yanaşsa da məhsul əldə edəcək. Ona görə də hamının alnı açıqdır, amma yəni o qədər sən yanlış qidalandırmalısan bitkini ki, bitki ümumiyyətlə yarpaq açmasın, heç bir fotosintez səthi formalaşdıra bilməsin ki, sən məhsul götürməyəsən. Yəni sözüm ondadır ki, nə qədər yanlış yanaşırsan da, bitki səni bir şəkildə məhsuldan təmin edir. Az, çox fərq dəyişir burada. Və torpağında müəyyən, ağacında müəyyən problemlər çoxala bilər, yanlış yanaşma, nəysə. Mən gübrələmə mövzusunda çox paylaşmıyorum ki, amma qəbul etmək lazımdır ki, sulama düzgün olmadıqda ən profesional gübrələmənin də əhəmiyyəti yoxdur. Çünki bitki su ilə alacaq qidaları. Ona görə də birinci dərəcədə sulamanı anlamalıyıq, necə anlamalıyıq. Deməli, torpaqsız əkində proses nədirsə, bağlarda da bu şəkildə aparılmalıdır. Yəni, belə deyək, mən orada bir-iki paylaşımda 25 litrdən söhbət edəmişəm, o mövzuya gəlmək istəyirəm. Yəni, torpaqda bir damlatıcı 25 litr həcmində torpağı su ilə təmin eləməlidir. 25 litr su verməli deyil. İndi burada məsələ nədir? Məsələn, burada hesablama şəkili necə başlayır? Birinci dərəcədə torpağın sıxlığı əlinizdə olmalıdır. Torpağın sıxlığı. Saturasiya cədvəlində istifadə etmək üçün mütləq şəkildə torpaq sıxlığı əlinizdə olmalı. Torpaq sıxlığını, nədir bunun adı? Laboratoriya analizlərindən də götürə bilərsiniz. Laboratoriya analizlərində tutaq ki, torpaq sıxlığı verilməyib. Torpaq sıxlığı verilmədiyi halda
torpağın tərkibinin struktur tərkibi var. Həmin o struktur tərkibinə görə torpaq sıxlığını təxmini də çıxarda bilərsiniz. Deyək ki, qum var, torpağın tərkibində lil var, gil var. Qumun sıxlığı 1.6-dır, lilin sıxlığı deyək ki 1.1-dir, gilin də sıxlığı 1.2-dir. Tutaq ki, 30% birindən var, 40% birindən var, 30% birindən var. Onda, məsələn, tutaq ki, 40% qum varsa, 0.4-ü vurursan 1.6-ya. Tapırsan qum hissəsinin payını. Üstünə gəlirsən, o 0.3-ü vurursan 1.1-ə. Onun da üstünə gəlirsən 0.3-ü yenə vurursan 1.2-yə. Yəni gilin və lilin sıxlıqlarının cəmini tapırsan. Bu da sizi təxminən bir torpağın 0.3 yəni 30%-in yüzdəsi də. 0.4 yəni 40%-in yüzdəsi. Yəni tapırsınız ki, misal üçün torpağın sıxlığı məsəl üçün hər nəsə, yəni 1.3-dür. Torpağın sıxlığına görə də torpağın saturasiya cədvəli var. Onu ekranda paylaşacağım, paylaşımın üstündə. Oradan izləyə bilərsiniz. Yəni orada indi tapırsınız ki, məsəl üçün 1.3 sıxlıqda olan bir torpaqda məsaməlilik nə qədərdir, obrisi nə bilim, su tutma qabiliyyəti nədir və s. maksimum saturasiyası nədir və s. və ilə. Məsələn, tutaq ki, 1.3-dürsə 51% məsaməlilik var torpağın daxilində. Boşluqlar var torpağın daxilində. 1 litr həcmində torpağa 510 qram su töksüz, o torpağın səthinə qədər su çıxacaq. Yəni bütün boşluqları su ilə dolacaq. Bu deməkdir. Yəni torpaqda bir 100% saturasiya vəziyyəti.